Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiniz qızlar? Vlogumu hal-hazırda saat 11-də gecə 12 işləyir. İndi başladıram. Biz indi hazırlaşırıq, gedirik. Bir gözəl qızımız var. Onun ad gününü təbrik eləməyə. Dedik 12 tamam olan kimi gedək qapılarını döyək. Əlimizdə tortla. Tortumuzu da almışıq. Hal-hazırda soyuducudadır. 15 yaşı tamam olur, yubileyidir. İnşallah neçə belə gözəl illərə çıxsın. Əgər vlogu izləyirsə, Fidan səni öpürəm, bağrıma basıram. Yaxşı ki varsan. Əslində ona gözəl hədiyyələr almışdım. Victoria's Secret'dən mistlər almışdım. Amma hal-hazırda həmin o bağlama gömrükdədir. Tam gəlib çıxmayıb, amma yaxşı ki yoldaşım daha əvvəlcədən onun sevdiyi bir parfüm də almışdı. Elə onu aparacağıq, əli boş getmiş olmayacağıq. Və belə qızlar, indi mən hazırlaşım. Əslində hazırlaşmışam, makyajımı falan eləmişəm. Sadəcə uşaqları geyindirib, özüm də geyinəcəm. Dedim, elə vlogumu da başladım. Bunlar da yadımdan çıxmasın. Tortum soyuducuda. Bir dənə hədiyyəmi götürəcəm. Bir də bunlar və çıxacağıq paltalarımızı geyinəndən sonra. İndi gedək görək, uşaqları geyindirim. Daha sonra da öz kombinimi göstərəcəm sizlərə. Və qızlar, bu da bizim hədiyyəmiz. Digər Victoria's Secret'lər dediyim kimi gömrükdədir, amma əlimizdə hal-hazırda bu hədiyyəmiz var. Bunu təqdim eləyəcəyik Fidaşımıza. Bunu da qoyuram belə şamların yanına ki, yadımdan çıxmasın. Və qızlar, bu da Ajdan kombini. Temudan almışdım bu şalvar yupqa kurtkanı. Altdan belə ağ mayka geyindirdim. Bir də bu çəkməni də Temudan almışdım. Keçən vloglarda göstərmişəm. Geçən oldu. Altından ağ kalkotka geyindirdim, amma qara ilə da əvəz eləmək olar. İndi ev yox, ağ geyindirdim hələlik. Arda fırıram, bir dənə xalalar baxsın. Oyuncaqlara fikir verməyin. Arda həm yığır, oynayır, təzədən yerinə qoyur, qutusunda saxlayır. Biraz yupqanı aşağı salaq. Oldu qəşəng. İndi mama geçsin, geyinsin. Və qızlar, bu da mənim kombinim. Kalkotka, yəni əti görsənmir, sadəcə rəngi belədir. Şortikim və bu sapaşkim. Ola bilsin, biraz keyfiyyəti zəif olsun. Bu da tortumuz və hədiyyəmiz. Biz getdik. Bu da mənim kölgəm. Yəni normal yerlərcə düzəltsin bayağı həyətdə. Siz danışmışlar mənə gül orada, mən doğum gündə. Allah qızlar, yoldaşım görünməyin üçün nə alıb? Və qızlar, düz saat 00-da qapının önündə idik, sürprizimizi də elədik. Hədiyyəni də bəyəndi. Daha əvvəlcədən istifadə etdiyi bir parfümün başqa bir versiyası idi və qoxusu da gözəl idi. Burada da öz kombinimi göstərirəm sizə. Çox bəyənmişdim kombinimi. Yeni bir gündən hər kəsə salam qızlar. Bu gözəlliyi sizə gecə göstərmişdim. Biraz zəif güldü, amma çox gözəldir. Mavi orxideyalar mənə də sürpriz oldu qızlar. Neçə vaxt idi elə orxideyalarım açdıqdan sonra həvəsə gəlmişdim. Hər rəng orxideyalarım olsun istəyirdim. Bezdirmişdim hamını ki, mənə mavi orxideya alın. Mavi orxideya istəyirəm. Sən demə, bu daha sonradan araşdırdım. Onun rəngi niyə mavi rəng olur deyə. Sən demə, ona da iynə ilə boya, qida boyası qarışdırıb vururlarmış budaqlarını aşağı hissədən. Mən də maşında qayıdarkən axşam baxıram ki, bu orxideyanın niyə budaq hissələrində deşiklər var. Hər iki budağında deşiklər var idi. Bunun deşikləri imiş. Mavi kraska vururlarmış orxideyalara ki, rəngi dəyişsin. Daha gözəl tutan rəng isə mavi rəngi imiş. Ona görə də belə yayğındır. Yəni daha çox mavi orxideya görə bilərsiniz. Yəni başqa orxideyaları görmək biraz çətindir. Çünki mavi orxideyanın rəngi daha tez tuturmuş. Bunu da deyəsən ağ orxideyalara tətbiq edirlər. İndi inşallah görək də nə vaxta kimi belə mavi gül çıxardacaq bilmirəm, amma daha sonra çox güman ki, mən də eləyərəm. Çünki çox gözəl görsənirlər.
Və moykanı da neçə vaxt eləyib təmizləyə bilmirdim. Belə dərin təmizliyini eləyə bilmirdim. Nəhayət ki, cif və rakşa qarışdıraraq sürtdüm. Mən də moykaya hər hansısa bir əlavə vasitə vurmuram. Sadəcə təmizliyi cif və rakşa ilə eləyirəm. Gördüyünüz kimi parlaq moykadır və alarkən diqqət eləyin ki, parlaq moykalardan olsun. Çünki mat moykalar şikliliyi çox göstərməsə də, yəni gözəl görsənmir, belə parlaqlıq vermir. Ona görə də mat moykaları sevmirəm. Qaynatamgildə də mat moyka olub həmişə. Amma mənə görə parlaq moyka daha gözəl görsənir. Etdiyiniz təmizlikdən zövq almaq istəyirsinizsə, mənə görə parlaq moyka seçməlisiniz. Moykam da oldu tərtəmiz qızlar. Bu görüntünü çox sevirəm. İndi keçirəm qazın üzərini təmizləməyə. Deməli qızlar, saat indi 7-nin yarısı falandır. Mənim hal-hazırda vaxtım olub nəyisə eləməyə. Səhər elə moykanı falan təmizlədim. Sonra başımız bir qarışdı ki, gəl görəsən. Düşünürdüm ki, yoldaşım onsuz da yəni evdə oturmur, çıxır harasa. Düşünürdüm ki, o gedəndən sonra artıq otağı sərgiyə salaram, paduş gözlərini falan dəyişərəm. Divan üzərinə atıb yuymaq istəyirdim. Və yoldaşım dedi ki, mənim təzyiqim, başım ağrıyır, çox pisli vəziyyətim. Təzyiqini ölçdü, təzyiqi düşmüşdü 100-ün 50-yə. Sonra biraz şirin falan neysə verdi, elədi, ev şəraitində özümüz eləyə biləcəyimizi elədi. Gördük keçmir, təcili yardım çağırdıq, o da heç nə gəldi. Və o gələndə də artıq təzyiqi düzəlmişdimi, yoxsa təcili yardımı görüb yoldaşım düzəldi. Yəni ki, nazı deyəsən mənə idi də. Axırı qızlar, əsas oldu, çox şükür düzəldi təzyiqi. Əslində ona deyilib ki, həkim ona deyib ki, bir ay sən evdən bayra çıxmamalısan, istirahət eləməlisən. Amma yoldaşım artıq 3 gündür ki, işlərini dalıyca gedir, eləyir. Yəni o işini görməsə, onun işini heç kim həll eləyən deyil də. Belə ümumiyyətlə ağır falan qaldırmır, hal-hazırda diqqət eləyir, amma özü olmalıdır, özü həll eləyir bütün işlərini. Yəni ki, qızlar belə Allahın ümidinə inşallah Allah özü qorusun bütün ev başçılarını, öz evi üçün, ailəsi üçün çalışıb işləyən hər kəsi Allah özü qorusun. Allah onun başımızın üstünə əskik eləməsin. Yəni mən də çox panikaya düşürəm. Qaynatam da mənə anlayır ki, sən çox panika eləyirsən ona görə. Nə bilim ya qızlar. Əlimdə olmayan bir şeydə istər-istəməz panikaya düşürəm. İndi olar. Sonra getdi yoldaşım düzələndən sonra getdi işə. Mən də biraz yemək falan hazırladım. Ev üçün yemək pişirdim. Spagetti eləmişdim yanında qulaşla. O hissələri çəkmədim. Həm də Ramazandır deyə çox belə yeməklərə üstünlük vermək istəmirəm. Belə. İndi dedim, yastıq üzlərini, pasteli falan dəyişim. Çünki bu pasteli daha çox sevirəm. Bunun prostinası rezinli olduğuna görə matrasa daha gözəl oturur. O yan bu yana qaçmır. Amma digər yataq dəstlərimin prostinaları sadə olduğuna görə sərərkən yatağın üzərinə o yan bu yana çox gedir. O da mənə xoş gəlmir artıq. O prostinanı istifadə etdikdən sonra o artıq mənə xoş gəlmir. Ona görə dedim, elə yuyulmuşkən heç qatılamayım, heç şkafa qoymayayım, elə ən yaxşısı sərim. Və belə, indi bunu ütülüyüm. Əsasən də yastıq üzlərini ütülüyürəm. Çünki prostinası istər-istəməz salarkən dartınır. Dartındığı üçün o qədər də qırışlı hiss olunmur. Amma yastıq üzlərində az da olsa hiss olunur. Ona görə əsas yastıq üzlərini ütülüyüm. Yerləşdirəcəm yerlərinə. Və qızlar, bura kimi izləmişsinizsə, deməli videom xoşunuza gəlib. Əgər hələ də kanalıma abunə deyilsinizsə, zəhmət olmasa abunə olun. Videonu da bəyənməmisinizsə, bəyən butonuna basmağı unutmayın. Şərh bölməsində də əlbəttə ki, düşüncələrinizi bölüşə bilərsiniz. Dəstəyiniz mənim üçün çox önəmlidir. Artıq 15.000 abunə olmuşuq. Bu videonu editləyərkən 15.000 abunə olduq. Çox sağ olun, yaxşı ki varsınız. İnşallah ailəmiz daha da çox böyüyər. 100.000, 150.000, 1 milyon abunələri də görərik birlikdə inşallah. Artıq Ramazan ayı daxil olub. Allah tutduğunuz bütün oruçları qəbul eləsin. Xoş niyyətli olan dualarınızı qəbul eləsin inşallah. Mən təəssüflər olsun ki, oruç saxlaya bilmədim. Heç vaxt saxlamamışam qızlar, çünki məndə xəstəlik var. Yəni onu qarşısını almaq üçün dərman içirəm. Əgər o dərmanı bir gün içməsəm və həmin gün ac qalsam və yaxud ümumiyyətlə dərmanı içdiyim halda belə biraz ac qalıram ya yeməyimi gecikdirirəm, həmin an məndə ürək getmələr olur. Bəlkə də artıq
başa düşənlər oldu ki, nə xəstəliyindən söhbət gedir. Yəni, bir növ epilepsiya, amma yüngül dərəcədə sudurqalar keçirdirəm. Yəni arada olur. Çox tez-tez olan bir şey deyil. Sadəcə 2-3 aydan bir hərdən ürək getmələrim falan olur. Həkim məsləhəti odur ki, ac qalmaq olmaz, əsəb stres kimi hallar baş verməməlidir. Yəni bunlara diqqət edilməlidir. Dərmanı hər gün düzənli olaraq qəbul etməliyəm. Çox istəyərdim, amma ki, təəssüflər olsun ki, əlimdə olmayan bir səbəbdən ötürü heç cür oruc saxlaya bilmirəm. Allah günahlarımızı bağışlasın, tutulan orucları qəbul eləsin. Və deyərdim ki, yeganə mövzudur ki, kiməsə paxıllığım tutur bu barədə. Çünki özüm oruc saxlaya bilmirəm. O cür gözəl savabdan qazana bilmirəm deyə kimsə oruc saxlayanda həqiqətən yaxşı mənada paxıllığım tutur ki, nə xoş o insana ki, bu cür oruc saxlaya bilir. Dediyim kimi, əlimdə olmayan səbəblərdən ötürüdür bu qızlar. Bura oldu sərgəli. İndi gedirəm Ramazan dekorlarını düzəltməyə. Zalda eləyəcəm. Poduşkaları falan aparım, yastıq üzərini ütüləyim. Gedim oranı da sərgiyə salım. Burada bu sevgilər günün poduşkalarını gətirdim, bura qoydum. Çox istifadə eləmədi, yəni zalda təmizdilər. Bu yataq izi ilə də uyumludur deyə elə bura gətirdim. Və belə, bura oldu qəşəng. Keçdim Ramazan dekorlarını ütüləməyə. İstədim səliqəli şəkildə yerləşdirim hamısını. Soruşmuşdunuz ki, Novruz bayramına aid hər hansısa bir dekor istifadə eləməyəcəksən. Bilmirəm, hələ ki yox, çünki hələ Novruz üçün çox var. Amma mart ayının sonlarına doğru çox güman ki, biraz yastıq üzərində dəyişiklik eləyərəm. Sırf yəni 21-i, 20-si falan. Bu tarixlərdə həm süfrə dekorunu dəyişəcəm, yəni Novruza aid dekorlar, yumurta, rəngarəng, səməni falan yerləşdirərkən oradakı dekorları da dəyişərəm. Həm də ki, divan üzərindəki yastıq üzlərimi də dəyişərəm çox güman ki. Yəni biraz atmosferi arada dəyişmək lazımdır ki, sıxıcı olmasın. Deməli qızlar, burada belə bir işığım var idi. Bir dənə də belə işığım var. Çıxartmışdım. İndi istəyirəm bu pərdəyə, bu işığı asmışam. İstəyirəm digər pərdəyə də, baxın bura boşdadır. Burada indi çıxım bunu asım. Məncə gözəl olacaq. Qızlar, hal-hazırda sökdüm digər işığımı da. Çünki o ağ işıq imiş, bu isə baxın sarı. Ona görə də qərar verdim ki, bunu söküm, bunu taxım yerinə. İndi bunu sökdüm, yığdım. İndi çıxardım bunu və sarını taxacağım. Çünki digər işıqlarım, ayıldız işıqlarım da sarıdır. Fənərlər də sarı işıqdır. Ona görə uyumlu olmayacaq. Və çıxartdım bunu. Hə qızlar, burada da elə həvəslə yerləşdirirəm bütün Ramazan dekorlarımı ki, sonda heç təsəvvür eləyə bilməzsiniz ki, başıma nə iş gəldi. Düzdür, bir çoxlarınıza bu adi bir şey kimi gələ bilər, amma mənim üçün təmiz, yəni xəyal qırıqlığı idi. Ona görə də sona kimi izləyin, sonda görəcəksiniz nə olduğunu. Burada da belə sintifon bu boşdadır. Buna fikir verməyin. Onu hər dəfə mən çıxardıram, salıram. Yeni il yastıq üzünə də elə o şəkildə taxmışdım və elə yenə bir kloka qoymuşdum ki, alaram yeni bir yastıq 50-nin 30-a. Çünki onun ölçüsündə hər hansısa bir yastığım yoxdur ki, onu içərisinə doldurum, qalsın elə. Hər dəfə sadəcə üzünü dəyişim. Ona görə sintifon özünü çıxardıb taxıram. Və burada da gördüyünüz kimi işığa batareyanı taxıram ki, indi bu dəqiqə yandıracağam işığı, amma görün sonda nə oldu. Baxın qızlar, bu qədər əziyyət çəkdim. Onu taxdım yuxarı, amma ki işləmir. Batareyalar da təzədir. Başqa bir batareya da taxdım, dəyişdim. Yəni də dedi, öldür, işləmərəm. Bu niyə belə oldu? Əslində, kargoları açarkən batareya taxıb yoxlamışdım. Sadəcə videoya çəkməmişdim. Batareyanı taxdım, gördüm işləyir. Batareyaları zaryadka yığan aparat almışdım. Həm də onu taxdım ki, zaryadka yığsın. Amma işləmədi. Çox heyif. Bilmirəm, bəlkə mən nəyəsə səhv elədim. Əslində elə bir zədə də verməmişəm işığa taxarkən. Yəni səliqəli şəkildə taxdım. Amma niyə işləmədi? Özümdə məətəl qaldım. Heyif, çox heyif. Necə xəyallar qurmuşdum bunlarla. Çox məyus oldum. Baxın qızlar, həmin o batareyalardır. Bu fənərlərə taxdım. Çox gözəl də işləyir. Amma burada niyə belə oldu? Heç bir fikrim yoxdur. Yıktın otağı?
Düşündüm ki, eybi yox, anın dadını çıxaraq. Ona görə də dedim, dekor işlərinə davam. Süfrəni sərdim. Bunu sərərkən belə gördüm ki, çox boş da qalır. Həm də o digər aldığım krem rəngi də əlimdə idi. Dedim, salım üstünə görüm necə olacaq. Və salandan sonra gördüm ki, çox da gözəl oldu, maraqlı alındı. Yeni ildə də bunu qırmızı ilə əvəz eləmək olar. Məncə onda da çox qəşəng olacaq. Sizlər də baxa bilərsiniz. Temudan almışdım. Çox münasib qiymətə satılır. Qızlar baxın, bu da batareya ilə işləyir. Çox gözəl bir işıqdır. Mama. Mama. Sonda isə hər yer çox gözəl və möhtəşəm oldu qızlar. Mənim çox ürəyimə yatdı. Bir də o işıqlarım da işləsəydi, əlbəttə ki, lap gözəl olardı, amma hər bir şeydə bir problem çıxmalıdır. Artıq mən buna öyrəşmişəm. Əsas odur, canıma sağ olsun, eybi yox. Burada da mavi orxideya hər dəfə baxdıqca valeh oluram. Çox gözəldir. Bu fənərlər də baha olmağına baxmayaraq çox şıq bir görüntüsü var. Hələ içərisindəki o şamlar möhtəşəmdir bir sözlə. Çox bəyəndim bu gözəl görüntünü. Sizlər də Temudan baxa bilərsiniz. Bir dəfə alacaqsınız, amma ömürlük bir şey olacaq. Yeni ildə də istifadə eləmək olar, Ramazanda da istifadə eləmək olar. Gündəlik balkonda falan hardasa qoyub evi işıqlandırmaq da olar. Çox gözəldir qızlar. Burada isə qızlar bazarlığımızda neçə vaxtdır çəkiliş eləmirdim bu barədə. Dedim elə göstərim belə krupunu almışkən. Deməli qab şampunudur, qab qıpqasıdır. Bu maye əl sabunudur. Biraz içərisində deyəsən zərləri var. Hələ istifadə eləməmişik. Yoxlayıb sizə qeyd eləyərəm gələn dəfə. Head and Shoulders'dır. Mənim saçım üçün ən yaxşı Head and Shoulders gedir. Daha sonra yumru pambıqdır mənim makiyajımı silməyim üçün. Qulaq çöpü falan, biraz meyvə şirəsi, xırda duz və iri duz. İkisindən də istifadə edirəm. Qara istiot, mayonez, yaş salfetka, şor, kərə yağı, şokolad yağı. Daha sonra gördükcə belə sadalayıram. Ona görə sizlərə qəribə gələ bilər. Skushonka, kofe qutarmışdı. Onu da sağ olsun alıb yoldaşım. Bir də quru sabun demişdim. Qatıq, sonra yaşıl zeytun. Belə səhər yeməyi üçün 2 cür pendir alıb. Bizdə bilirsiniz ki, daha çox səhər yeməyi yeyilir. Ona görə fərqli çeşiddə pendirlərdən istifadə eləməyi sevirik. Şəkər tozu və turşu xiyar, yaşıl noxud və un. Heç demədiyim halda yumurta alıb, əslində yumurtamız var idi. Çörək və yerdə də qoyduğum tualet salfetkasıdır. Belə bütöv böyük şəkildə alanda daha sərfəli gəlir və bunun hamısına 130 manat səhv eləmirəmsə pul ödəmişdi. Hər şey çox bahadır. Allah hər kəsin köməyi olsun. Allah hər kəsin evinə ruzi bərəkət versin. Gördüyü, istədiyi hər bir şeyi ala bilsin evinə. Və artıq burada da vlogumu sonlandırıram qızlar. İzlədiyiniz üçün təşəkkür eləyirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.